Vin Diesel bu resepti bilsəydi, belə yox, belə görsənərdi. Mənim səhifəmi izləsəydi, çox gözəl uzun saçlı oğlan ola bilərdi. Ancaq o keçəl olmağı seçib. Siz də onun kimi keçəl olmaq istəmirsinizsə, mənim səhifəmi izləyin və videonu keçəl dostlarınıza göndərin. Deməli, bu resept üçün yarım stəkan tünd dəmləmiş yaşıl çay lazımdır. Setkadan mənim kimi yox, ehtiyatla tökürük. Yerə tökülsə mama görməmişdən qabaq corabla tez silin. Məndə gördü deyə əski ilə silməli oldu. Sonra zəncəfildən də bir tikə qopardırıq. Yaşıl çayın içinə atırıq və blenderdan keçirdirik. Sən demə bu balaca qab quru şeylər üçündür. Ona görə içindəki biraz axdı. Mama məni evdən qovmasın deyə tez silməli oldu. Ona görə böyük qabda etmək lazımdır. Setkanı sağ əlimizə alıb ehtiyatla bu cür süzürük. Sonra bu rozmarin yağını əlavə edirik. Mənim rozmarin biberiya yağının tərkibində həm də biotin kompleks, hind, nanə yağı və digər yağlar da var. Ona görə tək istifadəsində belə saç tökülməsini çox yaxşı dayandırır, yeni saçlar çıxardır. Linkini storydə paylaşacağam. Pipipetka əlavə elədim. Məxlulu sprey qabının içinə tökürük. Saat istiqamətində ya yuxarı aşağı eləyib sağ əllə qarışdırırıq. Sonra da saç diblərimizə bu cür vururuq. Əvvəl allergiya testi də eləyin. Zəncəfil qan dövranını yaxşılaşdırır, folikulları stimulyasiya edir. Yaşıl çay saç diblərini bərkidir, içəliyə aparan fermentin təsirini azaldır, dərini sakitləşdirir və yağlılığı götürür. Bu üç komponent bir yerdə saç tökülməsini tez dayandırır, yeni saçlar çıxardır.